Deməli bir həftə bundan qabaq YouTube-da post bölməsində, yəni topluluqda belə bir post paylaşmışdım ki, mənə məxsus edit düzəldən şəxsin editinə 10 üzərindən dəyərləndirəcəm. Yəni 10 üzərindən qiymətləndirəcəm. Mən puanlayacağam, belə deyim. Nə edirsiniz? Videomuza like atıb kanalımıza abunə olursunuz. Çalışacağam bu cür editlər düzəltsəz əgər, istəsəz düzəldin. Mənim adımı etiketləyin. Etiketləyin ki, mən görüm bu şəxslər kimi. Bu şəxslər də edit hazırlayıblar izləyicilərim. Mənim adımı etiketləyiblər. Mən də rahat editləri tapdım. Və indi reaksiyan verib puanlayacağam. Çox uzatmadan keçək videoya, baxa görə biz üçün nə cür editlər düzəldiblər. Hamısını yəni yükləmişəm. Məncə 20-25 dənə edit olar. Aha, mahnı zordur. Mahnıdan bildim ki, qəşəng editdir məncə. CapCut nə eləyiblər özü? Yəni edit CapCut nə eləyirlər də, yəni şablon, rahat şəkildə. Çox vaxt almaz məncə. Dodaqlamı rənginə baxın bir dəfə. Dodaqlamı rəngi getdi. Deyim necədir? Bunu biraz uzaq kadr olsaydı daha möhtəşəm olardı. 10 üzərindən, məsəl üçün daha uzaq olsaydı 10 verərdim. Bunu 10 üzərindən 8 verirəm. Nəyə görə? 10 üzərindən 10 verməməmin səbəbi odur ki, çünki biraz uzağa alsaydım yəni, çox yaxınlaşmışam ekrana. Çox görünmürəm editdə. Əgər tam görünsəydim 10 üzərindən 10 verərdim. Məncə 10 üzərindən 8 də pis deyil. Yaxşıdır məncə. Xoşuma gəldi. Sonra belə bir edit var. 1980 2000 Editə bax. Super. Yəni qaqaş çox əziyyət çəkib. Girin mənim videolarımı götürüb bir-birində oradan ekran qeyd edici ilə ki, editdə yerləşdirsin. Asan bir iş deyil edit eləmək. Çünki özüm videolarda biraz montaj eləyirəm bu tipli. Görürəm ki, çətinliyi var. Şablon da olsa belə çətinliyi var. 10 üzərindən 10 gedər buna. Biri belə bir video paylaşıb fanatım. Yəni ki, dəstək olun adlı bir video paylaşıb. Buna da 10 üzərindən 10 verirəm. Çünki insanları mənə dəstəyə çağırır, belə deyim. Mənə dəstək olsunlar deyə insanlara səslənir. Təşəkkür edirəm, minnətdaram. Sonra belə bir edit var. Yayından götürüb bunu. Buna baxmışım əslində, bu çoxdankidir. 10 üzərindən 8 gedər buna da. Nəyə görə elə? Çünki şəkillər çox şeydir biraz. Çox qəribə düşmüşəm. Yəni yaxşı düşən şəklimi falan qoysaydı bu cür. Bak biz salağa salak deriz. Yəni pis deyil. Oo, bu getdi 10. 10 üstündən 10 veriliyim buna da. Yəni tam. Bu nə editdi? İlk videom. Qaqaş, mahnı da özüdür. Mən belə mahnıları çox sevirəm həqiqətən. Yox, 10 üzərindən 10 gedər. Buna hətta 10 üzərindən daha çox verə bilsəydim, yox 20 üzərindən daha çox verə bilsəydim buna. Yəni 20 üzərindən xal versəydim buna, 20 verərdim rahat da, yəni. Edit o qədər möhtəşəmdir ki, nə deyəcəyimi bilmirəm. Buna sonsuz bir xal verərəm mən. Çox xoşuma gəldi. Heç bilmirəm nə danışdım, amma ki, nəysə, boş ver. Əsas odur ki, edit möhtəşəm olub. Dilimi qurub deyə edit mənim danışa bilmədim. Bunu izləyək görüm bu nədir. Pis deyil amma ağzım belə açıq düşür belə chatə oxuyan yerdə. 10 üzərindən 10 verirəm buna. Eko vs İlkin Feyziyev. Bu videoya 10 üzərindən 7 verəcəm. Daha çox verərdim. 10 üzərindən ona layiqli bir editdir. Amma 10 üzərindən 7 verəcəm. Məni İlkin Feyziyevlə qarşılaşdırıb. İlkin Feyziyev məndən üstün bir YouTuberdir. Mən onunla abunədə keçmişəm, nə keyfiyyətli keçmişəm, nə də kontentli keçmişəm. İlkin Feyziyev məndən üstündür. Mən onunla müqayisə eləməm. Məni ən yaxşısı deyim, öz abunə sayıma uyğun bir YouTuberlərlə əlaqələndirilə bilərsən. Onlarla qarşılaşdıra bilərsən. Amma İlkin Feyziyev daha yuxarıdır. Amma ki pis deyil. Həqiqətən də əllərə sağlıq. Bilirəm sevərəkdən izləyirsən. Həqiqətən mən də təşəkkür edirəm. Hər biriniz sevilirsiniz. Amma ki belə biraz özümə çox qəribə gəldi. Yəni ki o səviyyədə deyiləm, belə deyim. O Eko zəngiləyir. Hə brat. Video çəkirəm, sonra yığaram sana. Sonra danışarıq. Sağ ol. Oldu hələlik. Baş beyni apar və bütün gün zəng edir. Tamam aşkım. Çünki mən ünlüyüm. O izə baxıram, bu izə baxıram. 10 üzərindən 9 getdi buna. Nəyə görə? 10 üzərindən 9. Çox o izə bu izə baxıram da çox yaxınlaşdırılmışam. Bunu da gördüm. Yəni 10 üzərindən 9 pis deyil, pis deyil yəni. Ən aşağısı deyim də 10 üzərindən
Yəni 4 falan zəifdir. 10 üzərindən 9, yəni ya da 10 üzərindən 6 olsun, 5 olsun, onlar pis deyil. Ego. Getdi 10 üzərindən 10. 10 üzərindən 10 verdim buna. Xoşuma gələnlər 10 üzərindən 10 verirəm. Əsasında mahnıya görə 10 üstü 10 verirəm, yəni. Bu tutum özü də. Bax bu eynən, bax bu minə qədər izlənib qaqaşda. Uğurlar. Oy. 10 üzərindən 11. Yo, həqiqətən 10 üzərindən 10 verirəm buna. Çox möhtəşəmdir, çox superdir. Ləzzət elədi də qısa konkret mənə. İndi baxa başqa nələr var burada. İlk videom düzəldib. Görə bir dənə YouTube-da nə edə bilərik? Getdik TikTok-a. Gördük ki, ora TikTok ümumiyyətlə mənlik. Bu deyəsən CapCut-la eləməyib, bunun şablonu falan deyil. Görünmür CapCut işarəsi. Çox əziyyət çəkdiyinə görə 10 üzərindən 10 verirəm. Həqiqətən bu editləri eləyən şəxs möhtəşəm düzəldib. Digərləri də möhtəşəm düzəldib. Hər birinizi sevirəm, hər birinizi çox istəyirəm. Məsələ videonu editləmək falan deyil. Sadəcə bu kontentdir. Bunu yaratdım ki, insanlara maraqlı gələ bilər. Həm də özümə maraqlı gəlir ki, mənim üçün necə edit düzəldiblər. İzləyək, baxa görüm davamına. Sifətimə var bir dənə, elə bir ağlayandan sonra uşaq olur, özünü yazıq kimi aparır. Onlara oxşayıram, vallahi. Dostlar, bu videonu planlamaq yaddan çıxıb. Qardaş tam momentində çəkib şəkli. Pis deyil. Yaxşı. Bəlkə puan verməyə yaddan çıxdı. 10 üzərindən məncə 8 falan gedər. Burada qruzluyam biraz. Yəni eyni şəkillə düzəldib. Buna da 10 üzərindən 9 verəcəm. Keçək digərinə baxaq. Aşk yok olmakta şimdiden. 10 üzərindən 10. Qəşəng, pis deyil. Xoşuma gəldi. 10 üzərindən 10 gedər buna da. Yəni ayrı seçkili falan eləmirəm. Yenə deyirəm. Məni izləyən hər bir kəs mənim canımdır, belə deyim. Ayrı seçkili falan eləməyi xoşlamıram. Sadəcə bu kontentdir və yenə deyirəm, ikinci səfər deyirəm. Hər videoda mən bir sözü neçə təkrarlayıram, səs özüm də bilmirəm. Çox təkrarlayıram, amma bilirəm bir dənə. Bir videomuzun sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə, satsa baqaqa. Bana başdı. Yəni video xoşunuza gəldisə, videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Qol bütöv palçıq içində falan. Bu nədir? Sonra deyirlər ki, YouTube'dan babat pul qazanırsın. Nəysə. Gəlin videoda görüşmək ümidilə. Sağ olun, sevilirsiniz.